Değerli izleyiciler, hoş gördük hər birinizi. Deməli, bura Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yoludur. M1 avtomobil yoludur. Bir balaca da dəqiq desək, ödənişli magistraldır. Biz bilirik ki, burada sürət həddi Respublikanın digər magistrallarında olduğu kimi, burada da maksimal sürət həddi 110 km/saatla tənzimlənirdi. Amma artıq yaxın gələcəkdə belə olmayacaq. Yəni bu magistralda sürət həddi maksimal olaraq 130 km/saatla tənzimlənəcək. Çəkisi, yəni həcmi 3,5 tondan artıq olmayan mini maşınları və mikroavtobuslardan gedir ki, həmin nəqliyyat vasitələri qeyd etdiyim kütlədə çəkidə olan nəqliyyat vasitələri maksimal sürətlə, yəni 130 km/saatla hərəkət edə biləcəklər. 3,5 tondan artıq olan nəqliyyat vasitələri söhbət qoşqulu nəqliyyat vasitələrindən, yük avtomobillərindən və avtobuslardan gedir ki, bu avtomobillərin də, nəqliyyat vasitələrinin də sürəti maksimal olaraq 90 km/saatla tənzimlənəcək. Bu haqda Milli Məclisin plenar iclasında yol hərəkəti haqqında qanuna təklif edilən dəyişiklikdə, yəni bu məsələ öz əksini tapdı. Plenar iclasda müzakirəyə çıxarıldı və deputatlar, millət vəkilləri bu qanuna ediləcək bu dəyişikliklə bağlı səsləndirilən bu təklifi birinci oxunuşda qəbul etdilər. Bu isə o deməkdir ki, ikinci, üçüncü oxunuşda da qəbul ediləcəyi istisna edilmir və yəni ki, yaxın günlərdə, yaxın zamanda həmin ərazidə sürət həddi 130 km/saatla tənzimlənəcək.